Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlər. Bu gün sizlərlə dərzi şagirdi Əhməd nağılının həm məzmunu ilə, həm də forması barəsində danışmaq istəyirik. Dərzi şagirdi Əhməd nağılının ilk olaraq nağıl hissəsinə fokuslanaq. Nağıl o deməkdir ki, bu şifahi xalq ədəbiyyatına aiddir və nağıllar məzmunca 3 hissədən ibarətdir. Sehrli nağıllarımız, məişət nağıllarımız və heyvanlar haqqında olan nağılımız. Dərzi şagirdi Əhməd nağılı məhz məişət nağılıdır. Dərzi şagird Əhməd nağılındakı bu dərzi ifadəsi bizə başqa əsərdə də çıxacaq qarşımıza. Azad hekayəsi var ki, Mirzə İbrahimovun qələmə aldığı Azad hekayəsində də dərzi obrazı ilə qarşılaşırıq. Eynən bu əsərdəki kimi hər iki əsərin oxşar cəhətidir. Əhməd adını isə biz fərqli-fərqli əsərlərdə görəcəyik. Misal üçün, Ağıllı uşaq nağılında biz görə bilərik. Dastan Əhməd Hərami poemasındakı Əhməd adını görə bilərik. Müsibət Fəxrəddin əsərində iki fərqli yerdə Əhməd adı ilə qarşılaşa bilərik ki, bu adlar da bizə tanış olsun indidən. Gələk əsərin oxusuna. Əsərin oxusuna diqqət yetirəcəyimiz məqam budur ki, əsərin əvvəlində Piştov adlandırdığımız bir giriş hissə var ki, bu da nağıl janrı üçün xarakterik bir xüsusiyyətdir. Bu Piştovun mətnin məzmununa yaxından uzaqdan əlaqəsi yoxdur. Ümumi bir ifadədir və oxucunu bir növ diqqətini özündə cəlb eləmək məqsədi daşıyır. Məsələn, qarışqa şıllaq atdı, dəvənin budu batdı tipli sözlər oxucuda maraq yaradır. Maraq yaratdığı üçün də nağıla daha çox diqqət olunur. İndi başlayaq əsərdən. Günlərin bir günündə Şah Abbas vəzir Allahverdi xana dedi: "Çoxdandır səninlə səyahətə çıxmırıq. Gəl bir dərviş libas olub çıxaq mahala. Görək nə var, nə yox." Təklif Şah Abbas tərəfindən gəlir və vəzir Allahverdi xanına təklif edir ki, çıxaq gəzək və gəzmək üçün də dərviş libas olmağını məsləhət görürlər. Hər ikisi libaslarını çıxarıb bir dəst dərviş libası geydi. Hərəsi əlinə bir ağac, bir kəşkül alıb, "Ya Əli, səndən mədəd" deyib çıxdılar. İsfahan şəhərinə, yəni məkanımız İsfahan şəhəridir. Buradan meydan qurub başladılar oxumağa. Deyirlər ki, Şah Abbasın çox gözəl avazı var imiş. Ədəbiyyatımızda avazı gözəl olan şəxslər var. Misal üçün, Səsli qız poemasında Saranın da çox gözəl avazı olduğu vurğulanıbdır. Bu əsərdə isə Şah Abbasın çox gözəl avazı olduğu vurğulanır. Bir dərzi şagirdini çağırıb dedi: "Get o dərvişlərə söylə ki, ustam deyir, məclislərini qurtarandan sonra mənə qonaqdırlar." Şagird o saat baş üstə deyib özünü dərvişlərə yetirdi, ədəblə salam verib dedi: "Baba dərviş, ustam deyir ki, bu gecəni mənə qonaqdırlar. Başqasına dil verməsinlər." Başqasına dil verməsinlər sözünün mənası o deməkdir ki, yəni heç kəsinə razılığa gəlməsinlər. Artıq mən ona təklifimi eləmişəm, bizə gəlsinlər. Axşam dərvişlər gəldilər. Salam verib içəri daxil oldular. Sonra başladılar söhbətə. Bunlar söhbət eləyirdilər. Şagird də əlində iş görürdü. Birdən ustası gördü ki, şagird yuxulayıb. Şagirdin adı Əhməd idi. Usta Əhmədi dürtmələyib durğuzdu. Dedi: "Ədə, zalım oğlu, nə yatırsan? Gecə qurtarmadı ki." "Usta, sən məni niyə oyatdın? İş qaçmırdı ki, işi bir saat sonra da hazır edə bilərdim," deyə Əhməd cavab verdi. Usta dedi: "Oğul, indi oyadanda nə olar? Nəyin ziyana getdi?" Şagird qəmgin-qəmgin dedi: "Usta, doğru deyirsən. Bir şeyim ziyana getməyib. Ancaq bir yuxu görürdüm, heç olmayan kimi. O yuxum yarımçıq qaldı. Ona heyfsilənirəm." Yəni, ustadın dediyi nəyin ziyana gedib cümləsində ustanın fikrini təsdiqləyir ki, heç bir şeyim ziyana getməyibdir. Fəqət elə bir yuxu görmüşəm ki, bu yuxum yarımçıq qaldığı üçün heyfsilənirəm. Yuxu məsələsi də Şah İsmayıl Xətayinin Dəhnamə poemasında öz əksini tapır. Orada da aşiq yuxu görür və yuxusunda məşuqəni qarşılaşır. Eynən bu əsərdə də bu halla qarşılaşırıq. "Oğul, o necə yuxudur ki, ona heyfsilənirsən?" "Usta, hər nə buyursan onu yerinə yetirməyə hazıram, amma o yuxunu demərəm." Usta da, dərvişlər də təəccüb eləyib bir-birinin üstünə baxdılar. Usta o saat başa düşdü ki, qonaqlar da bu yuxunu bilmək istəyir. Usta və dərvişlər nə qədər yalvardılar, olmadı. Deməli, usta və dərvişlər yuxunun danışması üçün Əhmədə yalvarıblar. Amma başladılar onu dilə tutmağa. Yəni Əhməd dedi ki, demərəm ki, demərəm. Burada Əhmədin inadkar olduğu xarakteri üzə çıxır. Usta demir, qoy deməsin. Sən də heç üstünü vurma. Xülasə,
Dərvişlər usta ilə xudahafizləşib düşdülər yola. Küçəyə çıxan kimi Şah Abbas Allahverdi xana dedi: "Vəzir, gərək Əhmədin yuxusunu biləm." Şah Abbas taxta çıxan kimi əmr elədi ki, filan yerdə bir dərzi var, onun Əhməd adlı bir şagirdi var. Bu saat həmin Əhmədi mənim hüzuruma gətirin. İki fərraş özünü yetirdi həmin dərzinin dükanına. Əhmədi götürüb Şah Abbasın divanxanasına tərəf yönəldilər. Əsərin birinci hissəsi bitir. Birinci hissədə hadisələrin İsfahan şəhərində olduğunu bilirik. Şah Abbasın çox gözəl bir avazı var imiş. Avazı yaxşı olduğu üçün dərzinin diqqətini çəkir və bu formada dərzi ona qonaq çağırır, yuxu görür və əsər davam edir. Əhmədin inadkarlığını elə biz əsərin əvvəlindən də görmüş oluruq. İndi ikinci hissəyə keçid edirik. Bəli, Əhmədi gətirdilər şahın hüzuruna. Şah gülə-gülə dedi. Şah hələ ki mülayimdir. Oğul, mən eşitmişəm, sən bir yuxu görübsən. Heç kimə demirsən. Söylə görüm, o yuxu nədir? Əhməd cavab verdi. Qiblə-i aləm sağ olsun. Mən əhd eləmişəm ki, o yuxunu heç kimə deməyim. Şah Abbas nə qədər çox dedi, Əhməd o qədər az eşitdi. Şah Abbas axırda qəzəblənib çığırdı. Yəni Şah Abbasın bu susqunluğu Əhmədin susqunluğu qəzəbləndirir. Çünki öyrəşib ki, Şah Abbas nə əmr eləsə olsun, amma Əhməd şah belə olsa əmri yerinə yetirmir və öz inadkarlığından əl çəkmir. Şah Abbas insana təbii ki, can şirindir, canını qorxutmaq məqsədi ilə cəllad gəlsin, bu haramzadənin boynunu vursun əmrini verir. Cəllad yapışdı Əhmədin yaxasından, istədi aparsın. Vəzir Allahverdi xan Şah Abbasın qulağına dedi. İndi bunu öldürsən, yuxunu bilməyəcəksən. Yaxşısı budur ki, Əhmədi bir yaxşıca döydürüb göndərək zindana. Orada ağıllanır. Yəni vəzirin fikri ondan ibarətdir ki, Əhmədi öldürsək, gizli qalan sir bizim üçün hər də gizli olacaq və bu bizim lazım deyil. Əhmədi ən yaxşısı döydürək, zindana saldıraq, orada ağıllanacaq və öz yuxusunu sonunda danışacaq. Şah Abbas cəlladı azad edib üzünü tutdu Əhmədə. Ey Əhməd, diqqət etirsinizsə əvvəldə oğlum xitabı eləyirdi, indi isə adını çəkir. Ey Əhməd, hələlik mən sənin qanından keçirəm. Gəl sən bir yolluq o yuxunu aç. Qiblə-i aləm sağ olsun. Əmr sizindir, mən deməyəcəm. Bunu əsəri hər dəfə oxuyanda ağlıma yuxu filmi gəlir. Orada da belə bir səhnə var idi ki, uşağın anası gəlir deyir ki, oldu naçalnik. Yuxu görəndə də sizdən icazə aladıq. Eynən onu xatırladır bu əsər. Nəvəvə deyilən ki, bir də bundan sonra hər ağlına gələn şeyi yuxuda görməsin. Baş üstüne çar bundan sonra yuxu görmək üçün qəbuluma yazılarıq. Şah bu cavabı eşidən kimi əmr elədi. Bir dəstə çubuq, bir şallaq gətirdilər. Əhmədi döyməyə başladılar. Əhməd heç cınqırını da çıxarmadı. Şah Abbas gördü, Əhməd lap çubuq altında ölsə də bir söz deməyəcək, əmr elədi, Əhmədin əl-qolunu açdılar, üzünü tutub zindanbana dedi, apar bunu sal mənim xüsusi zindanıma. Və vəzirin niyyəti nə idi? Yaxşıca döydürmək, döydürdülər və zindana göndərmək, zindana göndərdilər. Görək bu axırda ağıllanacaq fikri olacaq, yoxsa olmayacaq. Bu da həmin məclisin öz əksidir. Əhməd zindana salan kimi biçarə ayaq üstə dura bilməyib tiritab uzandı yerə. Ayağının, bədəninin sızıltısından dayana bilməyib başladı hönkür-hönkür ağlamağa. Əhməd ağladı, amma harada? Zindanda. Şah Abbasın bir qızı var idi. Artıq yeni bir hadisə baş verir. Adına Pəri Sultan deyərdilər. Pəri Sultanın evi zindana bitişik idi. Özdə xüsusi zindana bitişik idi. Niyə belədir? Bilinmir. O gördü zindandan ağlamaq səsi gəlir. Yanındakı Qaravaşdan soruşdu. Ay qız, Quldan. Bu Quldan deyə müraciət eləyir. Kənizdən atam kimi zindana saldırıb? Zindanın qulağıma ağlamaq səsi gəlir. Xanım, Qaravaş dedi. Xanım, zindana bir oğlan salıblar. Bilmirəm kimdir. Vallah deyirsən Yusifdir. Söhbət Peyğəmbərimizdən gedir. Qəbirdən qalxıb, özü də 18-19 yaşında.
Xülasə, Qaravaş Əhmədi o qədər tərif elədi ki, Pəri Sultan görməzdən, bilməzdən Əhmədə aşiq oldu. Yəni, əgər Şah Abbas Əhmədin ağlama xəbərini eşitməsəydi, qulağına çatmasaydı, bunlar olmayacaqdı və Pəri Sultanın Əhmədi görməzdən, bilməzdən aşiq olmasına da səbəb Qaravaşın oğlanı tərifləməsi idi. Və qız dedi, dur gedək bir özüm ona baxım. Pəri Sultan Şah Abbasın gözünün ağı qarası təkcə övladı idi. Ədəbiyyatımızda təkcə övladı olan şəxslər var. Misal üçün, Hüseyn Cavidin ana əsərində Qanpolad evin tək övladı idi. Həmçinin başqa əsərlərdə var. Misal üçün, şeirlərimizdə də biz bunu görə bilərik. Qaytarana borcunun şeirindəki oğlan da evin tək övladı idi. Özü də elmli, kamallı bir qız idi. Bir sözlə, elmi ilə gözəlliyi bərabər idi. Elmi ilə gözəlliyi bərabər olması da Molla Pənah Vaqifin Pəri qoşmasında Vaqifin istədiyi gözəl tipi idi. Həm gözəl olsun, həm də elmli olsun. Pəri Sultan özünü zindanın qapısına yetirdi. Deşikdən içəri baxıb nə gördü? Gördü vallah bir oğlan uzanıb zarıldayır. Deyirsən Yusifdir, qəbirdən çıxıbdı. Yəni Yusif Peyğəmbərin adı çəkilir. Burada Qaravaş tərəfindən çəkilibdir. Burada isə müəllif tərəfindən öz fikrini qeyd olunubdur. Pəri Sultan Əhmədi görən kimi aşiq şeydə oldu. Az qaldı ürəyə getsin. Üzünü Qaravaşa tutub dedi, ey Qaravaş, əhsən sənin zehninə. Ancaq mən nə təhər eləyim ki, bu oğlan barədə bir əhval bilim. Görün bu kimdir, nəçidir, nə üçün zindana salınıb. Bunları bilsəm, qalanı asandır. Biz ikinci pərdədə Əhmədin inadkarlığını, Pəri Sultanın da görməzdən bilməzdən oğlana aşiq olduğunu gördükdən sonra da eşqinin daha da artdığını və aşiq şeyda olduğunu biz şahidi oluruq. İndi üçüncü hissəyə keçək. Qaravaş tez getdi zindanbanı çağırmağa. Zindanban dinməz söyləməz düşdü Qaravaşın dalınca. Xanım özünü acıqlı göstərib dedi. Bu kimdir? Bunun günahı nədir? Bunu bura kim saldırıb? Əgər xatiriniz istəyirsə, bu saat buyurun. Qapını açım, özünüz zəhmət çəkib danışdırın. Ya istəyirsiniz, mən özüm öyrənib sizə xəbər verim. Zindanbana kim olduğunu soruşur. Məlumat oldu ki, zindanban da bu haqda heç bir məlumatı yox imiş. Və deyir ki, istəyirsinizsə özünüz gedin, ya da istəmirsinizsə özüm danışarım. Pəri Sultan zindanbanın sözündən şad oldu və dedi. Elə gəlmişkən yaxşı olar ki, özüm bir əhval bilim. Bir də dayısı oraya qalmasın. Əmir sənindir, nə cür istəyirsən, elə də olsun. Zindanban razılaşır. Zindanban açarı çıxartdı, qapını açdı. Xanım Qaravaş içəri daxil oldu. Qapını örtdülər. Zindanban çəkilib bir tərəfdə durdu. Qapının səsinə Əhməd çevrilib gördü. Paho, budur bir cüt nazənin sənəm gəlir. Deyirsən 14 gecəlik aydır, buludun altından çıxıb. Qızlar ona yaxınlaşıb salam verdilər. Əhməd zəndlə baxıb, yəqin elədi ki, xeyr, bunlar nə huridir, nə pəridir, lap insandır ki var. Pəri Sultan xanım gülə-gülə Əhmədə dedi. Oğlan, adın nədir? Xanım, mənim adım Əhməddir. Özüm filan dərzinin şagirdiyəm. Bizə görə nə qulluğunuz var? Əhməd, hələ qulluq sonraki məsələdir. Sən bir dərzi şagirdi, fağır adamın birisən. Mənə düzünü de görüm. Səni bura nə üçün salıblar? Əhməd bütün əhvalatı başdan sona kimi Pəri Sultana nağıl elədi. Pəri Sultan əhvalatı Əhməddən eşidəndə ürəyi şan-şan olub dedi. Əhməd, niyə yuxunu açıb bir yolluq canını qurtarmırsan? Əhməd dedi. Xeyr xanım, ölsəm yenə də yuxunu açmayacağam. Açsaydım elə əvvəldən açardım. Pəri Sultan Əhmədin bu kişiliyinə təəccüb eləyib öz ürəyində afərin dedi. Diqqət edin, ürəyində afərin deyibdi. Məhəbbəti ona bir idisə min oldu. Hər gün Pəri Sultan Əhmədə baş çəkir, yemək göndərir, dava dərmanla yaralarına məlhəm qoydururdu. Əhməd Pəri Sultanın bu rəftarına məəttəl qalmışdı. Day yazıq nə bilirdi ki, Pəri Sultanın ürəyində nə var? Bir gün zindanban izin alıb dedi. Xanım, zindanın dibindən sarayın otaqlarından birinə qapı açarım. Bu yazığı ora apararıq. Yaralarına məlhəm qoymaq, sağaltmaq orada daha rahat və asan olar.
Pəri Sultan bir qədər fikirləşib dedi: "Onda sən qapını aç." Diqqət yetirirsinizsə, otağın qapısının açılma təklifini zindanban irəli atıbdı. Pəri Sultan deməyibdi. 2 saat tamam olmamış zindanban qapını açıb hazır elədi. Pəri Sultanla Qaravaş hərəsi bir tərəfdən Əhmədin qoluna girib apardılar o bir otağa. Əhmədin bədəninə təzədən məhləm qoyub yaxşıca sarıdılar. Pəri Sultan dedi: "Əhməd, mən Şah Abbasın qızı Pəri Sultanam. Bura da mənim otaqlarımdan biridir." Əhməd yeyib içib günü-gündən gözəlləşirdi. Pəri Sultanın da məhəbbəti gündən-günə artırdı. Pəri Sultan özünü zindanda təqdim eləmir. Otağına keçdikdən sonra təqdim eləyir. Buna da xüsusi olaraq diqqət yetirək. Elə bu vaxt Firəng padşahından Şah Abbasa elçi gəlib qızı Pəri Sultanı oğluna istədi. Şah Abbas razı olmayıb elçini geri qaytardı. Bir neçə gün keçmişdi. Səhər durub gördülər nə? İsfahanın 4 tərəfini qoşun bürüyüb. Firəng padşahının vəziri Şah Abbasın yanına adam göndərib dedi: Deməli, Firəng padşahının vəziri Şah Abbasın yanına adam göndərib nə deyir? Mən Firəng padşahının vəziriyəm. Gəlmişəm qızının elçiliyinə. Əgər verməsən, mən 40 cavan oğlanla cavan qız gətirmişəm. Onların 40-ı da bir boyda, bir sifətdə, bir yaşda. 20'si oğlandır, 20'si də qızdır. Elə bir adam tap ki, onları əl vurmamış, onları qızları, oğlanları, qızları bir-birindən ayırsın. Yoxsa sənin torpağını at torpasında daşladım. Şah Abbas vəziri, vəkili yığıb məsləhət istədi. Hələ bir söz dedi. Axırda Allahverdi xan izin alıb dedi: Qiblə-i aləm sağ olsun. Biz dava eləməmiş, qan tökməmiş, qızımızı kəcavəyə qoyub 7 illik bacı xəracla Firəng padşahının oğluna göndərə bilmərik. Namussuz yaşamaqdansa namuslu ölmək daha əfsəldir. Bunu Allahverdi xan deyib ki, namussuz yaşamaqdansa namuslu ölmək daha əfsəldir. Hələlik dava eləyib nahaq qan tökməyək. Görək bu qızla oğlanları tanıyan bir adam tapa bilərikmi? Əgər bu yolla qurtarmasaq, onda ölüncən vuruşarıq. Pəri xanımı aparsalar da, qoy biz öləndən sonra aparsınlar. Hamı, əyan, əşrəf, vəzir Allahverdi xan rəyini bəyənib, əhsən dedi. Hamının Allahverdi xan rəyini bəyənməsinə səbəb nə oldu? Birinci təklifi olanda Allahverdi xan döyüşmək yolunu seçir. Amma deyək ki, ilk olaraq döyüşməyək, nahaq qan tökməyək. Görək ki, bunu adamlar tapa bilən varmı aramızda? Şah Abbas cal çəkdirdi. Nə qədər İsfahanda adam var idi, böyükdən kiçiyə yığdılar divanxananın qabağına. Hamı öz baxtını sınamaq istədi, amma heç bir nəticə hasil olmadı. Şah Abbas zindanbanı çağırtdırıb Əhmədi istədi. Diqqət yetirin, ilk olaraq Şah Abbas istəyibdi Əhmədi. Vəzir Allahverdi xan əhvalatı Əhmədə nağıl elədi. Əhməd dedi: Qiblə-i aləm, mən bu məsələni açmazdım. Çünki məni nahaqdan çox incidibsən. Amma yenə də qeyrətim yol vermir. Mən bu bəlanı İsfahan şəhərinin üstündən rədd edəcəyəm. Ancaq bir şərtlə, gərək qızın Pəri Sultanı mənə verəsən. Ondan sonra bu məsələni açam. Şah Abbas Əhmədi bir qədər o yana bu yana çəkib axırda razı oldu. Əmr elədi, Əhmədə faxır libas geyindirdilər. Məclis qurulub Pəri xanımın şərbətini içirdilər. Ondan sonra Əhməd durub Şah Abbasa təzim edib ərz elədi. Şah sağ olsun, indi buyur. Həmin cavabları da Firəng padşahının vəzirini də qonaq çağırsınlar. Cavanları da. Mən orada oğlanların, qızların bir-birinə ayıraram. Özüm də əl suyunu mən özüm hazırlayıb, özüm tökəcəyim. Görək necə olacaq. Keçək 5-ci hissəyə. Əhməd zindanbanla qayıtdı zindana. Ertəsi gün meydana gəlib o saat qayda ilə suyu hazır elədi. Ondan sonra həmin 40 cavanı düzdü evin bir tərəfinə. Vəzir Allahverdi xanı qoydu bu 40 adam oturan cərgənin başına, əl suyunu tökməyə başladı. Əl suyunu da kim hazırlamalı idi? Özü hazırlamalı idi. Elə ki su Vəzir Allahverdi xanın əlinə dəydi. Gördü su istidir, ancaq ad eləyib əlini çəkmədi. Çəkməməsinin səbəbi nə imiş? Ad eləməsiymiş. Elə ki oğlanlar növbəyə yetişdi, onlar da əllərini çəkmədilər. Səbəb ad eləmələri idi. Amma qızların əllərinə su düşən kimi əllərini çəkdilər.
Hər kim əlini çəkdi, o saat Əhməd onu durğuzub Firəng padşahının vəzirinin cərgəsinə oturdurdu. Yəni qızlar kimin yanına gedirdi? Firəng padşahının vəzirinə. Belə-belə qızların 20'si də seçilib o biri tərəfə getdilər. Qurtarandan sonra üzünü Allahverdi xana tutub dedi: "Xan, sənin başındakılar kişidir." Firəng padşahının vəzirinə dedi: "Sənin başındakılar isə qızlardır." Qonaqlar çörəklərini yeyib suyu süzülmüş kimi düşdülər yola. Bunlar o yana gedən kimi Şah Abbas Əhmədi çağırtdırıb dedi: "Qızımın nişanlısısan, bu öz yoluyla. Dustaqsan, bu da öz yoluyla. İndi söylə görüm, yuxu nədir?" Şah sağ olsun. Mən də köhnə Əhmədəm, öz yolumdan gedirəm, nə bilirsən elə. Şah Abbas Əhmədi bir yaxşı döydürüb, nişan paltarını da qoltuğuna verib, yenə göndərdi zindana. Pəri Sultan Əhmədin bədəninə məlhəm qoyub sarıdı. "Bunları burada qoyum, sizə kimdən xəbər verim?" Firəng padşahından. O əhvalatı bilib oğluna dedi: "Heç fikir eləmə. Bu dəfə elə bir şey göndərərəm ki, daha onu açan olmaz." Firəng padşahı bir kağızda öz dilindən Şah Abbasa yazdırıb, 3 atda vəzirə verib, yenə İsfahana qaytardı. Vəzir naməni götürüb Şah Abbasın hüzuruna gəldi. Şah Abbas da Allahverdi xan işarə elədi ki, naməni oxusun. Vəzir Allahverdi xan naməni ucadan oxumağa başladı. Deməli, naməni yazan Şah Abbasın özü idi, yox, Firəng padşahının özü idi. Naməni Firəng padşahının vəziri gətirir, naməni oxuyan isə vəzir Allahverdi xan olur. Ey Şah Abbas, bu naməni sənə çatan kimi ya qızın Pəri Sultanı kəcabəyə qoy, 7 ilin bacı xəracı ilə və cehizləri ilə mənim oğluma göndər, ya da 3 at göndərmişəm. Üçü də bir boyda, bir buxunda, bir rəngdə, bir çəkidə. Onlardan biri 1 yaşardı, biri 2 yaşardı, biri də 3 yaşardı. Tanıyarsan görüm, 1 yaşar hansıdır, 2 yaşar hansıdır və 3 yaşar hansıdır. Əgər bunları yerinə yetirə bilməsən, o vaxt hazır ol, davamız davadır. Sənin üstünə o qədər qoşun töküm ki, göydə ulduzların sayı olsun, qoşunun sayı olmasın. Şah Abbas üzünü tutdu elçilərə və dedi: "İndi siz azadsınız. 3 gündən sonra sizə cavab verərik." Firəng padşahının vəziri getdi. Şah Abbas üzünü məclisə tutub dedi: "Söyləyin görək, nə tədbir etməliyik?" Şah Abbas Firəng padşahının vəzirinə xəbər göndərdi ki, biz atları taparıq. Əgər tapmasaq, davamız davadır. Sizə verən Allah bizə də verər. Atlar çəkdirdilər meydana. Bütün İsfahan əhli 3 gün müddətində bir-bir ata baxıb baş aça bilmədilər. Axırda vəzir Allahverdi xan izin alıb dedi: "Qiblə-i aləm, biz niyə belə fikir çəkdik? Əhmədi gətirək, o buna bəlkə əlac elədi." İkinci səfər təklifi Allahverdi xan verir ki, Əhmədi gətirək. Zindanban Əhmədi götürüb gəldi. Əhməd dedi: "Qiblə-i aləm sağ olsun. Mən bu işi düzəldərəm. Amma yenə də bir şərtim var. Pəri xanımla kəbinimizi kəsdirin. İlk olaraq nişan, ikinci olaraq kəbin, üçüncü olaraq da toy olacaq. Eynən adət ənənəmizdəki kimi." Şah Abbas bildi ki, Əhməd ölər sözündən dönməz. Buna görə də Əhməd tərəfindən vəzir Allahverdi xan, Pəri Sultan tərəfindən də vəkil Şah Abbas özü oldu. Kəbin kağızına hər iki tərəf qol çəkib öz möhrü ilə möhürlədi. Sonra da üləmalar qol çəkib möhürlərini vurub kağızı Əhmədə verdilər. Əhməd Şah Abbasa dedi: "Qiblə-i aləm sağ olsun. Firəng padşahının adamlarına de ki, sabah tezdən atları gətirsinlər meydana. Mən də gələrəm ora. Siz də əmr eləyin, həmin yerdə bir qab süd, bir qab arpa, bir qab da yonca hazır olsun. Sonra mən atları tanıyaram." Şah Abbas cal çəkib bütün İsfahanı işdən xəbərdar eləmişdi. Ona görə də tamam İsfahan əhli də böyükdən kiçiyə meydanda idi. Fərdaşlar bir qab süd, bir torba arpa, bir bağda yonca hazır eləyib meydanın bir yerinə qoydular. Atlar arpanın, südü və yoncanı görəndə üçü də dartınıb az qaldı mıxları çıxarsınlar. Əhməd də lap başa düşdü, sonra yoncanı, sonra da arpanı qoydurmuşdu. Lap başa südü, sonra yoncanı, ən axıra da arpanı qoydurmuşdu. Əhməd atların özünü yeyib tökməsini görəndə bildi ki, acdırlar. Ona görə də əmr elədi, atları açdılar. 3 yaşar at açılan kimi özünü saldı arpanın üstünə.
2 yaşar at südün yanından keçib başladı yoncanı yeməyə. 1 yaşar at da özünü südün üstünə salıb başladı xorha-xorla içməyə. Əhməd bunları görəndə gülə-gülə atların qabağına keçib dedi: "Bax, arpa yeyən bu at 3 yaşardır." Ondan ötüb yonca yeyən ata yaxınlaşdı. Bu 2 yaşardı. Sonra süd içən atı göstərdi ki, bu da 1 yaşardı. Firənk padşahının vəziri təsdiq edib dedi: "Düzdür." Camaat bu sözləri eşidəndə yerbəyərdən hamısı Əhmədə əhsən deyib, onu dua edə-edə dağıldılar. Firənk padşahının vəziri yenə bikef, məlul, qoşunu da götürüb suyu süzülə-süzülə düşdü yola. Şah Abbas yenə əmr elədi. Əhmədi flaqqaya bağladılar, Əhmədi bir yaxşı döyüb göndərdilər zindana. Firənk padşahı 10 gün qoşuna istirahət verdi. 10 gündən sonra təzədən səfər tədarükü görülüb, köç təbili vuruldu. Firənk padşahı gətirib vəzirə 3 alma, bir də kağız verib dedi: "Bunları Şah Abbasa verərsən." İsfahan əhli Firənk qoşununu gördü. O saat bildilər ki, iş nə üzdədir. Elçi kağızı Şah Abbasa çatdırdı. "Ey Şah Abbas, bu naməni sana çatan kimi qızın Pəri Sultanı 7 ilin bacı xəracı ilə və cəhizi ilə göndərərsən mənim oğluma, əgər göndərməsən, ya gərək bizlə dava eləyəsən, ya da sənə 3 alma göndərirəm, biri bu ilki, biri bildirki, biri də iniş ilki. Taparsanız görüm, iniş ilki hansıdır, bildirki hansıdır və bu ilki hansıdır." 3 gün idi ki, İsfahan əhli gəlib almaya baxırdı. Şah Abbas üzünü tutub vəzir Allahverdi xana dedi: "Vəzir, ta mənim torpağımda bir kəs qalmayıb bu sirri açıb düşməni bizim başımızdan rədd eləsin." Vəzir Allahverdi xan cavab verdi: "Şah yenə bir nəfər var, o bu işi çarə edər. O da Əhməddir. Əgər biz bu dəfə də Əhmədi gətirsək, bunu Şah Abbas deyir, o deyəcək gərək qızımın toyunu eləyib mənə verəsən. Ondan sonra mən almaları tapım, mən də ki qızımı dərzi şagirdin birinə verə bilmərəm. Padşahların içərisində rüsvay olub başım aşağı olar." Vəzir Allahverdi xan gülüb dedi: "Qiblə-i aləm sağ olsun. Əhməd kimi bir ağıllı, qoçaq oğlanla qohumluq adama başaşağılıq deyil, başı ucalıq gətirər." Şah Abbas gülə-gülə dedi: "Vəzir Allahverdi xan, əhsən sənin dediyinə, sən düz deyirsən. Əmr elə, Əhmədi gətirsinlər. Lap özü deməsə də Pəri Sultanı verəcəyəm ona. Onu nahaqdan döyüb çox incitmişəm." Vəzir Allahverdi xan o saat sifariş elədi zindanbana. Əhmədi İzzət-i Cəlalla gətirib hüzura. Zindanban Əhmədi gətirdi. Şah Abbas üzünü Əhmədə tutub dedi: "Arvadım Pəri xanımı Firənk padşahını istəyir. Özü də 3 alma göndərib. Biri bu ilki, biri bildirki, biri də iniş ilki. Gərək onları tanıyasan. Yoxsa ya Pəri Sultan xanımı aparacaqlar, ya dava eləyəcəklər. İndi o almaları tanıya bilərsənmi?" Əhməd ədəblə dedi: "Bəli, qiblə-i aləm sağ olsun. Tanıyaram. Ancaq gərək əvvəlcə toy edib Pəri xanımı mənə tapşırasınız. Ondan sonra almaları tanıyaram." Şah Abbas gülüb dedi: "Sən deyən olsun." Bütün İsfahan çıraqban eyləyib 40 gün, 40 gecə toy eləməyə başladılar. 41-ci gün Şah Abbas Pəri Sultanı əlindən tutub ikisinin də alnından öpdü. Hər iki aşıqı bir-birinə tapşırdı. Səhəri Əhməd Calalla meydana gəlib gördü. Şah Abbas, vəzir Allahverdi xan, başqa vəzir vəkillər və Firənk padşahının vəziri oturub onu gözlərdi. Əhməd bu cür gizli sirləri açmağı 5 barmağı kimi bilirdi. Odur ki, ürəkli idi. Şah Abbasa hörmətlə baş endirib dedi: "Atay mehribanım." Müraciətə diqqət yetirin. "Əmr edin, 3 qab su gətirsinlər." 3 qab su gətirdilər. Əhməd qabları meydanın ortasında yan-yana düzüb, hər almanı bir qabdakı suya atdı. Diqqət yetirin, buradakı suyun istiliyi və soyuqluğu vurğulanmayıbdı. İlk suyun vurğulanmışdı. Göldən almada suya düşən kimi biri suya batdı. Qabın lap dibində durdu. Birisi lap suya batdı, gah da üzə çıxdı. O birisi isə suyun üzündə ipək kimi o tərəf bu tərəfə üzdü. Əhməd əmr elədi. Qulamlar qabların üçünü də götürüb Şah Abbasa, bütün əyan əşrəfa, vəzir, vəkilər və cəmaatı göstərdilər. Ondan sonra gətirib qoydular Firənk padşahının vəzirinin qabağına. Sonra da Əhməd üzünü məclisdə tutub dedi: "Bax, o lap batan bu ilkidir. Çünki o hələ təzədir. Boyda o biriləri ilə bir olsa da suyu çəkilməyib. Ona görə də ağırdır. O birisi kimi gah batıb, gah da çıxıb. O da bildirdi ki, çünki onun da suyu çəkilib. Amma yenə də biraz vaxt qalıb. Amma o alma ki elə saman kimi üzündə qalıb, o inişilkidir. Onun suyu elə çəkilib ki, quruyub qov kimi qalıb. Ona görə də suya batmır.
Ondan sonra hamı Əhmədə dua edə-edə öz evinə getdi. Bu əhvalatdan bir müddət sonra Şah Abbas Pəri Sultana qonaq getdi. Bir çox otaqlardan keçib Pəri Sultan xanımın xüsusi istirahət otağına çatdı. İçəri girəndə gördü. Əhməd uzanıb, Pəri Sultan da onun başının üstündə oturdu. Bunlar Şah Abbası gördülər, həya eləyib tez yerlərindən üstündən oturdu. Harda qaldım? Xüsusi istirahət otağına çatdı. İçəri girəndə gördü ki, Əhməd uzanıb, Pəri Sultan onun başının üstünə oturdu. Bunlar Şah Abbası gördülər, həya eləyib tez yerlərindən qalxdılar. Pəri Sultan xanım qaçıb pərdənin dalında gizləndi. Əhməd qahqah çəkib güldü. Şah Abbas Pəri Sultanı pərdə arxasından çıxardıb, hər iki övladının üzündən öpüb dedi. Əhməd, söylə görüm, mən qapıdan girəndə Pəri Sultan niyə qaçıb gizləndi, sən niyə qahqah çəkib güldün? Əhməd gülə-gülə dedi. Atayi mehribanım, artıq ikinci səfər deyir bunu, diqqət yetirin, evləndikdən sonra. Ürəyin şad olsun. Çünki o yuxu ki mən görmüşəm, zahir oldu. Ona görə də qahqah çəkib güldüm. İndi daha açıb deyə bilərəm. Çünki bu günü gözləyirdim. Qiblə-i aləm. Onda mən yuxuda gördüm ki, bir ay mənim başımın üstündə olduğu kimi birdən bir qara bulut gəlib onu aldı. Bir ay, buradakı ay səmadan söhbət gedir, səmadakı aydan söhbət gedir. İndi həmin yuxu zahir oldu. Pəri xanım ay, sənsə buludsan. Yəni qara bulud gəlib onu aldı, bu formada oldu. Yuxu görür və yuxunun izahını da özü verir. Kitab-ı Dədə Qorqud dastanını keçəcəyik biz orada. Orada Qazan xan yuxu görür, amma yuxunun açılmasını özü eləmir, qardaş eləyir. Diqqət yetirin bu məsələyə də. Və Şah Abbas gülüb Əhmədin ağlına əhsən dedi. Hər üçü ata, bala, damad bir yerdə çörək yeyib mətləb və muradlarını çatdılar. Allah sizi də mətləb və muradınıza çatdırsın. Buna bir amin deyək. Və blok imtahanına bizimlə də hazırlaşmaqla muradınıza çatmaq istəyirsinizsə 050 880 71 89 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Təkcə ədəbiyyat fənni deyil, Azərbaycan dili və tarix fənnindən də bizlə hazırlaşmaq üçün bu nömrələrdəki mesajlarınızı gözləyirik. Yaza bilərsiniz və dərslərimizə qoşula bilərsiniz. Dərslərimiz Zoom proqramı üzərindən keçirilir və hər dərs bitdikdən sonra sizlərə bu haqda məlumat verilir. Özünüz dərsi daha sonra yenidən baxa bilərsiniz. Uğurlar sizə növbəti dərsdə görüşmək ümidi ilə.